Bəs sən nə edəcəksən? Nə? Yəni bu boşanmaq məsələsini də. Məsələ yəni o qədər ciddidir. Hə, ciddidir. Çünki Simuzarla alınmır. Simuzar əvvəlki Simuzar deyil. Hər gün əsəb, hər gün problem, hər gün bir dənə oyun çıxardır. Yəni, nə bilim, ən yaxşısı elə boşanmaqdır. Nə bilim, nə deyim, adam heç bilmir belə yerdə nədirsin. Heç nə demə. Sadəcə sus. Necə susun? Sus da. Sus, ancaq bax. Mən sənin yanında elə rahatım. Bax, heç nə olmasın, sadəcə susub mənə baxasan bəsdir. Mən səhərə qədər sadəcə susum yanında deyəlim mənə bəsdir. Bax, nə istəyirsən de mənə. Bax, fikirləşirəm ki, birazdan çıxıb gedəcəksən də. Mən indidən darıxmaya başladım. Mən bir şeyə başa düşdüm ki, mən sənsiz qala bilmirəm. Qutay. Kişisən Həsən? Gördüm elədiyin hərəkəti. Oqtay, sən hər şey səhv başa düşmüsən? Bəli, biz... Sən kəs səsini. Mən hər şeyi lap yaxşı başa düşdüm. Yaxşı da cəmaat var, səsi qaldırma, gəl çıxar bayram. Əlini çək, hə? Uşaqlıq eləmə, gəl çıxar bayram. Gəl çıxar rahat danışıq. Sən, Oqtay, sən düz başa düşmədin. Biz sadəcə dost kimi görüşmüşük, söhbət edirik. Burada nə var mı? Koram mən. Yoxsa gizən başa düşmürəm, hə? Görmədim Türkanın əlindən necə tutmusan. Sən utanmırsan bacımı allatmağa, hə? Ona görə qovlamısan Simuzar evdən. Mən heç kimi qollayıb zad eləməmişəm. Simuzar söhbətində bura qatma. Yalancının. Sən də gəl düş qabağıma gedirsən evə. Bir dəqiqə burax, elə inirsən sən. Elə danışırsan ki, elə biz burada artıq əski nəsə eləyirdik, nə inirdik ki? Özün də bilirsən ki, Fidanın ölümündən sonra nə haldayıq. Murad da dəstək olur da bizə. Burada nə var ki? Nə yalandan danışırsan, Aziz? Belə dəstək olurlar, hə? Onun ki, dəstək deyil, deyərdim nədir? Dəstək olan gətirib kafedə əl-ələ tutur. Abırsız, həyasız, utanmaz!